İzləyicim yazıb ki, üz dərim həddindən artıq çox yağlanır. Sızanaq və səpkilərdən əziyyət çəkirəm. Özümə çox kompleks edirəm. Cəmaət içinə çıxa bilmirəm. Hələ bunlar üstəlik azmış kimi, duşu bağlayan kimi də saçım yağlanır, yapış-yapış olur. Deməli bu cür problemlərdən siz də əziyyət çəkirsinizsə diqqətiniz məndə olsun. Çünki bu problemlərə bir dəfəlik son qoymaq inanın ki, çətin deyil. Çünki bu problemlərdən vaxtı ilə özüm də çox əziyyət çəkmişəm. Amma bir dənə zəhmət olmasa ekrandakı ürəyi qızardım və profilimin üzərində olan pil arasına da toxunun ki, ehtiyacı olan insanların qarşısına çıxsın. Deməli, sayıram, diqqətiniz məndə olsun. Salisil turşusu, Dexpantenol, çayağaz yağı, beta-kartin və yaxud gliserin. Bu 5 saydığım dərmanın ən azından birini tanıyırsan. Çünki sızanaq üçün, səpki üçün və yaxud dərini nəmləndirmək üçün hər hansısa birini istifadə eləmirsən. İndi isə bu 5 dərmanı özündə cəmləyən akremir sabun haqqında danışacağım. Çünki istifadə edildiyi zaman sızanağı qurudur, səpkini qurudur, yenidən yaranmasının qarşısını alır. Minik qırışları azaldır, genetik qırışdan getmir söhbət. Minik qırışları azaldır, üstəlik dərini nəmləndirir, saç və dəri yağlanmasına tamamilə son qoyur. Ölkənin bütün apteklərində satışı mövcuddur. Özüm istifadə edib xeyrin gördüyüm üçün paylaşım edirəm. Bu cür faydalı videoların davamı üçün məni takip etməyi və ən əsası da kanalıma abunə olmağı unutmayın ki, videolarımdan hər zaman faydalana biləsiniz.